Şirvanşəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi Chevrolet markalı nəqliyyat vasitəsilə yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Murad Əliyev saxlanılıb. Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Murad Əliyev sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib deyə məlumatda qeyd edilir.